Bakının mərkəzi hissələrindəki səs-küydən uzaqda, Xəzər dənizinin sahilində geniş yaşıl əraziləri və sakitliyi ilə seçilən Bilgəh qəsəbəsində bir məkan var. Bu ünvanda ömürlərinin böyük hissəsini arxada qoymuş insanlar yaşayırlar. Bura ahıl şəxslər üçün sosial xidmət müəssisəsidir. 79 yaşlı Xanlar Camiyev İsmaili rayonunun Tircan kəndində anadan olub. Gənc yaşlarında Bakıya gələrək sürücü kimi fəaliyyətə başlayıb. Həyat yoldaşım rəhmətə getdi. Allah can ölənlərimizə rəhmət eləsin. Baxanım yox, özüm də özümə biraz baxdım, gördüm yox, yaşaya bilmirəm. Getdim Qaradağ rayonunun icra hakimiyyəti, mən Lökbatında yaşayırdım onda. İcra hakimiyyətinə getdim, dedim belə. Sağ olsun, onlar da götürdülər, məndən ötürü məktub yazdılar. Sosial bizim nazirliyə gəldi cavab. Sizin yeriniz artıq qocalar yerindədir, gedə bilərsiniz. İnsanın özündən çox şey asıldı. Hansı müddətə düşürsən düş, orada özü əmirlər aparmağı sən başarırsansa, sən orada hörmətin də olacaq, özün günü-gündən daha da hörmət qazanacaqsan da. Onun aktyorluq bacarığı var. Ulduz filmindəki Məhəmməd obrazını ahıllar üçün təşkil edilən müxtəlif səhnələrdə canlandırıb, həmçinin tək də çala bilir. Mən nə qədər qoca olsam da dəyərəm mini cavana. Mədəni sarayında inanırsınız elə çıxış eləmişəm oradakı. O boyda deməli sənətkar olan Maştağa kəndinin cəmaatı dedilər, bax əsl xalq artisti bu kişidir. Müəssisənin daha bir sakini, ixtisasca pianoçu olan 78 yaşlı Rüxsarə Qasımova Bakıda orta məktəblərin birində 38 il direktor müavini işləyib. O gimnastika ilə məşğul olur, boş vaxtlarında isə dam oynayır. İndiki zamanlarda hamı istəyir ayrı yaşasın, hər kəsin öz həyatı. Bir balaca ucu başlayır qocalar mane olmağa cavanlara. Mən razıyam ki, gəlib çıxmışam bura, çünki 38 il işləmişəm məktəbdə, çox yoruldum. Ona görə burada uca istirahat eləyirəm, əməlli başlı istirahat eləyirəm. Səhərlər dururam, gəzirəm, sonra zavtırıqdan sonra biraz televizora baxıram, televizordan sonra biraz crossword eləyirəm, yazıram. İstəyən vaxt şəhərə də gedirəm. Trener gəlir, həftədə bir dəfə gimnastika keçir, mən oradayam. Keçən il birinci yer tutduq, 80 neçə ölkədən biz birinci yer tutduq. Bu il də hazırlaşırıq. Gənə yayda, gənə yarışa gedəcək. ...74 yaşlı Valih Əbilov isə uzun illər ingilis dili tərcüməçisi kimi işləyib. O artıq 3 ildir ki, burada yaşayır. Elə bilirdim ki, burada çətin olar mənim üçün. Gördüm ki, yox, çox münasib yerdir. Ahıllara burada çox böyük diqqət göstərirlər. Vaxtımız çox səmərəli keçir. Cürbəcür tədbirlər olur burada. Sonra bizim özümüzü başqa bir tədbirlərə, kənar yerlərə aparırlar, konsertlərə. Cürbəcür şərait düzəldiblər bizim üçün. Biz burada, məsələn, mən şahmat oynamağı sevirəm, şahmat oynayıram. Müəssisənin 84 yaşlı sakini Ziyafər Əliyeva isə uzun illər tibb bacısı kimi fəaliyyət göstərib. Onun həyatı ağır itkilərlə yadda qalıb. Ailə üzvlərini yol qəzasında itirib. Başım bəlalar çəkdi, qurban olum. Mənim 2 oğlum, 37 yaşında, 27 yaşında oğlanlarım, 50 yaşında qardaşım, 10-cu sinifdə oxuyan nəvəm, sabunçunun kırığında avariyada qırıldılar. Allah rəhmət eləsin. Sağ olun. O vaxt o qədər başıma döydüm, o vaxtdan başıma zədə gəlib, elə bir başımda çay axır. İşdə bilmirəm, elə bala. Ondan sonra evdə nə bilim, nəsə yaxşı olmadı, çıxdım, gəldim. 1991-ci ildə yoldaşım rəhmətə getdi, 60 yaşında. Ondan 4 il sonra da elə balalarım qırıldı. Elə başım çox bəlalar çəkdi, bala. Burada çox gözəl baxırlar. Bacım qızı gəlir, gəlinim gəlir, nəvəm gəlir. Nəticəm var. Gətirirlər yanıma onu da. Gətirirlər, gəlirlər. Hazırda müəssisədə 225 nəfər yaşayır. Onlardan 124 kişi, 101-i qadındır. Ən yaşlı sakin isə 94 yaşlı kişidir. Gündəlik onların əsas fəaliyyəti səmərəli asudə vaxtlarının keçirilməsi üçün ilk öncə onların məskunlaşdığı otaqlarında bütün məişət avadanlığı təmin olunmuş, ümumi olaraq gündəlik qida rejimləri bütün onlara
tibbi, sosial, psixoloji bütün məişət xidmətləri kompleks şəklində göstərilməkdədir. Təbii ki, onların ümumiyyətcə burada bütün onların fəaliyyət istiqamətində bütün xidmətləri çalışıb göstərək. Fərhad Osmanov deyir ki, burada ahılların sosial ünsiyyətinin səmərəli inkişafı əsas prioritetdir. Sosial mədəni tədbirlər, bayramlar və xüsusi günlər üçün ardıcıl tədbirlər təşkil olunur və ahıllar bu tədbirlərdə aktiv iştirak edirlər.